Bakıda dəhşətli ailə faciəsi. 40 yaşlı qadın həyat yoldaşı tərəfindən qətlə yetirildi. Bakıda daha bir ağır və sarsıdıcı qətl hadisəsi baş verib. Beləsuvar rayon sakini olan 40 yaşlı qadın paytaxtda həyat yoldaşı tərəfindən amansızlıqla öldürülüb. Sferazın əldə etdiyi məlumata görə 1986-cı il təvəllüdlü Günel Tapdıq qızı Abbasova həyat yoldaşı Qasımov Firuz Akifoğlu tərəfindən qətlə yetirilib. Hadisə ailə-daxili münaqişə zəminində baş verdiyi ehtimal olunur. Cinayəti törətməkdə şübhəli bilinən Qasımov hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Hazırda onun ifadəsi alınır, hadisənin dəqiq baş vermə səbəbləri və təfərrüatları araşdırılır. Qətlə yetirilən Günel Abbasovanın nəşi doğulduğu Biləsuvar rayonunun Zəhmətabad kəndinə aparılıb. Mərhumun ölümü ailəsi, yaxınları və kənd sakinləri arasında dərin kədər və sarsıntı yaradıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Hüquq mühafizə orqanları hadisənin bütün hallarını obyektiv şəkildə araşdıraraq hüquqi qiymət verəcəklər. Qeyd edək ki, son dövrlər ailə-daxili zorakılıq və qadın qətillərinin artması cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu kimi faciələr bir daha ailə dəyərlərinin qorunmasının, zorakılığa qarşı vaxtında müdaxilənin və ictimai məsuliyyətin vacibliyini gündəmə gətirir.